29-cu test ikinci güzgüdən qayıtma bucağını istəyir. Bunu bir qədər geniş çəkək. Baxın, bu hissədə 30 dərəcədir. Bu hissədə 30 dərəcədir. Bu birinci güzgüdür, bu ikinci güzgüdür. Birinci güzgü üzərinə şuanı buradan bir normal çəkirik və düşdüyü bucaq altında da neyinirik? Qaytarırıq. Baxın. Aha, bu hissə 30-sa bu hissə də 30 olur. Düşmə bucağı 60-dırsa qayıtma da 60 olur. Bu güzgü üzərinə düşən şua əlbəttə ki, neynəməlidir? Qayıtmalıdır. Lakin qiymətini tapmalıyıq. 30-30, 60. Bu isə 120 dərəcə olur. Mən buradan şuanı qaytarmaq üçün bura bir perpendikulyar çəkirəm və buradan neynəməliyəm? Düşdüyü bucaq altına qaytarmalıyım. Baxın, bunun tamamı 120-dirsə, bucaqlı qaldırsam bu hissəyə 90 düşür. 90 düşürsə, baxın, bu hissəyə 30 qalır. Belə çıxır ki, düşmən 30-dursa, qayıtman da 30 olmalıdır. Və yaxud da ki, daha rahat bir yol. 30, bu hissədə onda 30 olmalıdır. Buranı da bizə 30 verir. Daxili bucaqların cəmi 100 hissəndirsə, 120 qalır. 90-dan böyük rəqəm alırsa, 120-dən 90 çıxın, cavabı 30 tapın. 90-dan kiçik rəqəm alırsa, 90-dan çıxıb cavabınızı tapın. Yəni, bunun üzərində qeyd edək. Baxın, düşdüyü bucaq altında neynirəm? Qaytarıram. Yəni, 30 dərəcə altına düşübsə, 30 dərəcə altında qayıdacaq. Burada 60 olur. 60, 60, 120. Belə çıxır ki, bu hissədə 60-dır. Bura bir perpendikulyar qaldırıram. Bura 60-dırsa, düşmə bucağı olmalıdır 30, qayıtma da olmalıdır 30. Və yaxud da bayaq dediyimiz sol 60, burası burada 60, 60, 120, 180-dən 120 çıxanda burada 60 olur. 90-dan kiçikdirsə 90, 60 çıxın, 30-u tapın. Gəldi 31-ci suala. İşıq mənbəyindən ekrana qədər olan məsafə 1 metrdir. Ekranda hündürlüyü 5 cm olan cismin kölgəsinin ölçüsü 50 cm alınırsa, cisim işıq mənbəyinin hansı məsafədədir? Gəlin bir ekran çəkək burada. Burada bir cisim çəkək və burada da bir işıq mənbəyi çəkək. Baxın, işıq mənbəyindən ekrana qədər olan məsafəmiz, baxın, bu hissə ekrandır, bu hissə cisimdir. 1 metr, yəni 100 cm-dir. Və cismin ölçüsünü bizə 5 cm verir. Və cismin kölgəsinin uzunluğu ekranda 50 cm-dir. Və bizdən cisim işıq mənbəyindən, baxın, cisim, daha doğrusu yox, burada cisim işıq mənbəyinin hansı məsafədədir? Bizdən cisimdən işıq mənbəyinə qədər olan məsafəni istəyir, x. Gəlin, burada bir oxşar bucaqlar yaradaq. Bunların bucaqlarına bura bir tangens alfa deyək. Yəni, bunu belə də eləmək olar, bayaqki üsuldan tətbiq edərək. 55-dən 10 dəfə çoxdursa, ekrana qədər olan məsafə mənbədən, ekranın cismə qədər olan məsafə ilə də mütənasibdir. Yəni, bu hissələr 5 dəfə fərqlənirsə, buradakı məsafədə ümumi məsafədən 5 dəfə kiçik olmalı. Daha doğrusu 10 dəfə fərqlənirsə, 10 dəfə fərq yaratmalıdır. 100 cm, baxın, mənbədən ekrana qədərdirsə, bu hissədə 10 dəfə kiçik olarsa 10 cm olar. Və yaxud da ki, tangens alfa ilə təyin edə bilərsiniz. Tangens alfa bərabərdir. Fikir versək, qarşıdakı katetin bitişiyə nisbətidir. Yəni, 50-ni 100-ə bölərik. Onlar 0,5. Belə çıxır ki, bu hissə üçün 0,5-dir. Bu hissənin tangens alfasını yazaraqsa, daha doğrusu 5 bölünsün. Qarşıdakının bitişi x. Buna da 0,5 desək, 0,5x bərabərdir 5. Yəni, 5-i 0,5-ə bölsək 10 cavab olaraq tapa bilək. 32-ci sual, yəni bənzər sual tipidir. İşıq mənbəyindən hündürlüyü 10 cm olan cismə qədər olan məsafə 50 cm-dir. Cismin ekrandakı kölgəsinin hündürlüyü verilir və işıq mənbəyi hansı uzaqdadır soruşur. Gəlin, bunu da təsvir eləyək. Demək, burada, yəni eyni bənzər şəkil tipidir. Sadəcə qiymətləri buradan fərqli olduğu üçün. Fikir versəniz, bu bizim işıq mənbəyimizdir. Bu cisim, bu da yenə də ekrandır. Tangens alfamız olsun, bu da alfa bucağımız olsun. İşıq mənbəyindən hündürlüyü 10 cm olan cismə qədər, hündürlüyü 10 cm olan cisim, baxın, bura 10 cm-dir. Buradan bura qədər məsafəni bizə 50 cm verir. Sonra cismin ekrandakı kölgəsinin uzunluğu 20 cm-dirsə, baxın, bura 20 cm-dirsə, ekran işıq mənbəyinin hansı uzaqdadır? İndi bu uzaqlığı istəyir. Bu əvvəlki qiymətdir. Aha. İndi baxaq.
20 10-dan 2 dəfə çoxdursa, bu məsafə də 50-dən 2 dəfə çox olmalıdır. Yenidən 100 olacaq əlbəttə. Yəni 100 metr, 100 sm, 1 metr olacaq. 33-cü sual. Düşən və qayıdan şular arasındakı bucağın 1/4 hissəsi 25 dərəcədir. Düşmə bucağını hesablayın. Baxın, müstəvi səth götürək, normal qaldıraq. Düşən şua və qayıdan şua. Və bunun arasındakı, baxın, arasındakı bucağın 1/4. Yəni, ümumi bucağa biz hər hansı bir alfa bucağı deyək. Amma ikisinin cəmidir əlbəttə ki, düşən və qaydanın cəmi kimi. Ya da alfa üstəgələ beta yazaq. Və bunun 1/4 25-dir. Aha. Buradan alfa plus betanı tapsaq, fikir versəniz 100 olur. Çünki 100-ün 1/4 25-dir. Onda hər birinə 50-50 düşəcək. Belə çıxır ki, düşmə bucağımız da 50 dərəcə olacaq.